Bura baxın, həbəndilər. Əgər uşaq pulu sizə özünüzə bənzər cüruf tikələri törətmək, Günay Ağamalının, qadının, ananın üzünə ağ olmağa qadir canlılar doğulmaq üçün lazımdırsa, ya aptekə gidin, ya da missiya dəftərinə doğub törəyin. Bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıq mı və yaxud da ki, həm də bir tənbəllik mi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni, bunun özü də doğru bir yanaşma deyil. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. İnsanları nələrdənsə asılı vəziyyətə salınması üçün yəni, imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hal-hazırda günümüzdə digər bir adı altında sosial müavinətlər verilir və bilirsiniz ki, şərtlər də bir o qədər də çətin şərtlər deyil. Tələb olunan odur ki, valideynlər, əgər körpə uşaq varsa ailədə, ananın işləməsi önəmli deyil. 8 yaşına qədər səhv etmirəmsə, olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Sizlər istəyirəm və real yanaşmadır. Ona görə ki, atalar... Yetmir. Xahiş edirəm, icazə verin, mən fikrimi tamamlayım. Və bu şəkildə atanın da evdə otursun, ancaq uşaq pulu alsın. Ay kişilər, uşaq pulu davası eləməyin, valla kişiyə yaraşmır. Mən bunu nə atamdan görmüşəm, nə qardaşımdan görmüşəm bu davanı, nə evimdə həyat yoldaşımı görmüşəm ki, bir də ağzını açsın desin ki, uşaq pulu. Kişi də uşaq pulu davası eləyər. Azərbaycan kişisi daha, deyirəm, fahişə qadından beşbeter olub bəziləri. O qədər iyrəncidir, o qədər belə baxırsan, deyirsən, ya Rəbbim, bu hansı birinə cavab yazırsan, nə deyəsən? Onsa cavab yazırsan, bilirsən ki, tərbiyə almayan adamlardır da. Tökülüşüblər, yaxşı ki, o sosial şəbəkələr var. İndi sizə sual verim. Bugün əgər Azərbaycan kişisi tam şəkildə işləsəydi, onun vaxtı olardı sosial şəbəkədə oturub belə uzun-uzun müzakirələrdə iştirak eləsin, tərbiyəsiz sözünü birini bir qəpikdən yazsın. Tənbəlsiz də oturursunuz evdə, bəziniz. Əlinizdə telefondur. Kimi görüm yıxıb sürüyə bilərəm. Kimin görüm... Nəysə də ağzımı açdırırlar. Uşaq pulun o ölkələrdə verirlər ki, götürək, orada uşaq dünyaya gəlmir. Bəs sayda, sən də iki kəlmə söz deyirsən, sonra soxub gedirsən. Sağla bəs sürün. Ürəyim sıxılır. Uşaq pulu verin. Deyəsən, körpələr də haqqını tələb etməyə başlayırlar. Çox çətin bir zamandır, valideynlər maddi cəhətdən çatdırmırlar. Deyəsən, tezliklə biz də işləməli olacaq.